Mühacir jurnalist Qənimət Zahid 2019-cu ildə YouTube platformasında yayımladığı videolarda sabiq deputat Çingiz Gənzadə haqqında səsləndirdiyi iddialara görə təzminat ödəyib. Xəbərlər net xəbər verir ki, Qənimət Zahid videolarda Çingiz Gənzadəni Rusiyada Azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlinin təşkilatçısı və ya iştirakçısı olmaqda ittiham edib. Bundan sonra Çingiz Gənzadə məsələ ilə bağlı Fransa məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən Qənimət Zahid 500 avro cərmələnib və sabiq deputata 300 avro mənəvi təzminat ödəməli olub. Çingiz Gənzadə son açıqlamasında Qənimət Zahidin məhkəmənin müəyyən etdiyi təzminatı ödədiyini bildirib. Sabiq deputat qeyd edib ki, 2019-cu ildə başladığı məhkəmə prosesini 2025-ci il oktyabrın 21-də yekunlaşdırıb. O, məhkəmə qərarını özünün qələbəsi kimi qiymətləndirib və xaricdə yaşayan şəxslərin də hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.